Salam, hər vaxtınız xeyir olsun. Prime TV-nin əziz izləyiciləri, Turan masasında hər birinizi xoş gördük. Bugün aprel ayının 3-ü 2025-ci ildir. Studiyada mənəm Aygün Muradxanlı. Əziz seyircilər, öncədən anons etmişdik. Bu proqramda da bizim həmsöhbətimiz, hörmətli professor, Azərbaycan Respublikasının İrandakı keçmiş səfiri, hörmətli Nəsib Nəsiblidir və biz hörmətli hocamızla İran mərkəzi bir söhbət eləyəcəyik. İranın içərisində baş verən proseslər, təbii ki, güneydə, Urmuda baş verən məsələləri biz mərkəzdə tutaraq, Güney Azərbaycan Milli Hərəkatında bugün nələr baş verir, İran içərisindəki təlatümlər hansı nəticələrə gətirib, onlardan danışacağıq. Təbii ki, regional proseslərə, problemlərə bütöv baxmaq şərti ilə. Sizdən xahişimiz odur ki, proqramı bəyənəsiniz, paylaşasınız, auditoriyamızın geniş olmasına siz də dəstək verəsiniz. Çünki hörmətli professorun çıxışları, əziz dostlar, bilirəm ki, bizim auditoriya üçün, Azərbaycan üçün son dərəcə vacibdir, önəmlidir. Bu proqramların yayılmasına sizdən də dəstək istəyirik. Bir də abunə olmağınızı xahiş edirik. Biz həm güneydən, həm də kuzeydən olan soydaşlarımıza, qardaşlarımıza səslənirik. Prime TV hər zaman Azərbaycanın bütövlük ideyasını dəstəkləyən bir siyasət yürüdür və bu kanala dəstək vermək mənə elə gəlir ki, Azərbaycana bütöv baxmaq istəyənlərin, baxanların bir, necə deyərlər, borcudur. Belə deyək, əziz dostlar, artıq proqrama 20 nəfər qoşulub, hər birinizdən bəyənmə xahiş edirəm, bəyənənlərə də əllərinizə sağlıq deyirəm və hörmətli hocamızı salamlayıram. Hocam, axşamınız xeyir olsun, xoş gəlmişsiniz yayımıza. Sizin də axşamınız xeyir olsun. Bizim izləyicilərin də bayramı mübarək olsun. İndi bizdə Kuzey Azərbaycanda keçən bayram deyirlər, amma güneydə davam edir. Bəli. Ən azından biz bayram vaxtı heç bayramlaşmadıq sizin proqramınız vasitəsilə. Onu eləyək və xeyir bərəkət gətirsin bu bayramlar. Amin. Bəli. Amin. Hocam, bu bayram günləri adətən, yəni tarixən bayram həm də bir birlik simgəsidir. Toplumun birliyinin, birlikdə şadlanmasının, birlikdə öz, necə deyərlər, var oluşunu göstərməsinin simgəsidir. Və bugün İran içərisində baş verənlər də həm bayram kimi önəmli oldu, həm də bunun bir siyasi yükü oldu. Çünki biz Urmuda vətəndaşların çox böyük kütləvi etirazlarının şahidi olduq. Eyni zamanda Güney Azərbaycanın digər böyük şəhərlərində bunun əks sədası yayıldı. Azərbaycan genəlində bu məsələlər müzakirə oldu. Təbii ki, Tehran bu məsələdən kifayət qədər ciddi narahat oldu. Böyük siyasi mərkəzlərin gündəminə yavaş-yavaş gəldi. Ankaradan biz bu məsələlərlə bağlı fikirlər eşitdik. Özətləsək, bu 15 gündə baş verənləri, Güney Azərbaycan Milli Hərəkatı içərisindən istəyirsiniz baxın məsələ, ya da İran genəlində baş verən proseslər kontekstində nələr yaşadıq, sizin baxışınızdan eşitmək istəyirik. Buyurun. Çox doğru, bu bayram günlərində çox önəmli hadisələr baş verdi. Urmudakı etiraz mitingi, onun kütləviliyi, onun təşkilatı, təşkil edilməsi və şüarları diqqəti çəkdi. Çox doğru vurğuluyursunuz. Hətta Ankaranın belə, illərlə son Ankaranın belə son illər artan diqqətini görürük. O cümlədən bu Urmu hadisələrini Türkiyə televiziyaları vasitəsilə də biz gördük. Və əsas önəmli olan o Kürdlərin iddialarına qarşı burada gür səslə bizim millətimiz öz etirazını bildirdi. Qərbi Azərbaycan Ostanlığının strateji mövqeyi güman edirəm bizim izləyicilərimiz üçün də aydındır. Türk dünyasının birləşdiyi bir yerdir, üzvü birliyinin olduğu bir yerdir. Türkiyə ilə Azərbaycan arasında deməli bir körpüdür və bu Ostan ta əvvəldən dediyimiz kimi Kürdlərin iddialarına hədəf olub. Zaman vardı, burada Simitko at oynadırdı. Bunu bizim izləyicilər güman ki bilir. İzləyicilərimizə mən bir kitabı
tövsiyə eləmək istərdim. Urmu dünyanı yandıran müharibədə Rəhmətullah xan Mütəmadül Üzaranın o kitabıdır. Bu Günas TV-nin bir layihəsi idi. Onu tərcümə elədik, buraxdıq və gözəl bir əsərdir. Bu gündəlik əsasında yazılmış, günlük əsasında yazılmış bir əsərdir və çox obyektiv bir təsvirləri var. Ümumiyyətlə hadisə çox önəmlidir. Biz 1, 2, 3-cü Qarabağ müharibələrini bilirik, savaşlarını bilirik. Güneydə də paralel olaraq o savaşlar gedib və heç arzu olunmur əlbəttə ki, Urmu ətrafı və Qərbi Azərbaycan Rustanı yenidən 1-ci, 2-ci, 3-cü savaş olsun. Bu sıralamaq da bizim tariximizin bəlkə çox talihsiz bir faktlarından birisidir. Birinci 1900 deməli müharibə vaxtı nələr oldu? 18-ci ilə qədər çəkdi. Ondan sonra da davam elədi. Simitkonun adını çəkdi. 200 mindən çox Azərbaycan türkünün burada o öldürülməsi məsələsi var. Eyni zamanda bu hadisənin, bu faciənin detallarından dərs almamaq da var. Onu da deyim bizim millətimizin. Çox maraqlı bir, eyni zamanda dərs almaq baxımından deyirəm, maraqlı bir gündəlikdir və bunu alıb oxumalarını tövsiyə edərdim. Məsələn, deyək ki, bax, bizdə Qafqaz İslam ordusu gəldi. Ondan əvvəl Nuru Paşanın və digər Osmanlı paşalarının orada fəaliyyəti var. Ordunun orada o qurtarıcı fəaliyyəti var. Və o əməliyyatlar bitəndən sonra deməli geri çəkilmək məcburiyyəti qarşısında qalan o Osmanlı ordusunun silahı deməli yerli əhaliyə vermək istəyi və yerli əhalinin də İran belə deyək, daha doğrusu olduğu kimi deyək, İran bir tərəf dövlətdir. Dünya savaşında bu iştirak eləməyib. Bizim bundan sonra silaha nəyə ehtiyacımız var? Bizim milli tariximizdə bax bu cür çox qəribə hadisələr də olur və bu pasifist əhval-ruhiyyəni biz tariximizin müəyyən dövrlərində, bəlli dövrlərində görürük. Ondan sonra da bir neçə il sonra da Simitkonun orada at oynatmağının dediyimiz kimi şahidi olduq. Ən böyük dərslərdən birisi də elə budur. Yəni, özünü müdafiə etməyə də hazır olmalıdır. Hər bir xalq, hər bir millət dostu, qardaşı, müttəfiqi ola bilər. Amma birinci növbədə özü buna hazır olmalıdır. Mən bu Urmudakı o mitingi yəni bacardığım qədərincə izləyə bildim. Dostlarla söhbət eləyəndə də bu məsələnin necə başlandığı, nəyə reaksiya olduğu, Urmiyə Kürdistandır o şuarı çığırıb bağıran bu Kürd liderlərinə necə gözəl bir cavab olduğunu deməli o şahidi olduq. Bu çox gözəl. Eyni zamanda biraz da məsələnin baxın o biri tərəfinə də yanaşaq. Yəni əlbəttə ki Urmu gölünün qurudulması ya deyək ki ondan əvvəl o dərgidə türklərin təhqir məsələsi, karikatur o krizi çıxanda biz onun şahidi olmuşuq. Yəni son dönəmlərdə Urmuda da milli hərəkatımızın o genişlənən, yüksələn bir vüsətinin şahidi olmuşuq. Bu dəfə mənim diqqətimi cəlb eləyən adamın adı Nadir Qazipurun bu hadisələrdə mühüm rol oynamasıdır. Və Nadir Qazipur sistemin adamı. Şübhəsiz
bizim milli və dünyəvi, belə deyək, o dünya görüşümüzlə uyğun gəlməyən bir şəxsdir. Amma məhz onun təşəbbüsü ilə bunun başlanması, bu etiraz mitinginin keçirilməsi çox önəmli. Şəhər Şurasının da orada sədrinin çox böyük rolu oldu. Bu, milli hərəkatın sosial səviyyəsinin yüksəldiyinin bir təzahürüdür. Bu çox gözəl bir hadisədir. Onu bir yerə yazmaq gərəkdir. Və bunu mən bir proqramda demişdim. Adətən bizim milli hərəkatı təmsil eləyən o güclər aşağı və orta təbəqədən olur. Amma bu son illərdə görürük ki, İran hakimiyyətində təmsil olunan şəxslər belə bəzən bu hərəkata deməli qatılmaq deməyim, amma rəğbətlərini bildirirlər. Hətta bəzən görürsən ki, bu bürokratiyanın bir hissəsi, məsələn, o Urmunun yanında Salmas var. Bürokratiyanın bir hissəsi bu təzyiqlərə birbaşa cavab vermək imkanı tapır. Neçə illər bundan əvvəl, bu çox önəmli, həssas bir amildir. Neçə illər bundan əvvəl mənim heç yadımdan çıxmayan bir hadisə oldu. Xırda bir məsələdir. Kimi özə gəlir? Salmas Şəhər Şurası, yəni yerli o bələdiyyə deyək. Bələdiyyə qərar verdi ki, Firdovsinin heykəli götürülsün. Yəni kiçik bir heykəl məsələsi deyil. Firdovsi kimdir? Firdovsi Türkləri ən aşağı şəkildə təhqir edən, bəli. Bəli. Fars təəssübkeşliyinin başında duran ya da qaynağında duran bir şəxsdir. Onun şahnaməsi türklüyə və ərəblərə qarşı nifrəti özündə əks etdirən bir əsərdir. Biz də onu uzun zamanlar, bu da bir başqa bir problemdir. Uzun zamanlar mənim oxuduğum dövrdə orta məktəb dərslərində, ədəbiyyat dərslərində keçirdilər və onun o tərəfini heç kəs demir. Sonra biraz dəyişildi və dünya ədəbiyyatının görkəmli nümayəndəsi filan dedilər və indi bilmirəm son o ədəbiyyat dərslərində, son o illərin ədəbiyyat dərslərində necə təqdim olunur, amma bir zamanlar orada bir qeyddə yazılmışdı. Sağ olsun, daha doğrusu ruhu şad olsun, belə deyə, Əliyar Səfərli idi dərsliyin müəllifi və o yazdı. Doğrusu mənim də onunla bu sayədə çox söhbətlərim, hətta mübahisələrim olmuşdu. İndi bilmirəm necədir. Hər halda bu əsər dünya ədəbiyyatına daxil edilib, amma onun o türk düşmanlığı məsələsi də bizim millətimiz üçün önəmlidir. Mən demirəm onu ümumiyyətlə bu göz ardı eləyək, elə bir əsərin yoxluğunu iddia edir. Var və... Amma mahiyyətini dərk edərək varlığını var. Mahiyyətini dərk etməli. Və onun heykəlinin götürülməsi təbii ki, İranda yaşayan türklərin, Güney Azərbaycanlıların təbii ki, ən doğal hissləri də, ən doğal arzuları ola bilər. Əlbəttə ki, burada anlaşılmazlıq bir şey yoxdur. Və fars şovinizminin və kimliyinin formalaşmasında birinci dərəcəli rol oynayan bir qaynaqdır. Təbrizli Əli rəhmətlik öz əsərində deyir ki, bax, şahlıqla bağlı hər şey götürüldü, aradan aparıldı. Amma Şahnamənin müəllifi və Şahnamə əsəri qaldı inqilabdan sonra xüsusən o monarxiyanı andıran, monarxiyadan bəhs edən hər şeyin kökü qazıldı. Amma Firdovsinin o heykəli qaldı. Şahnamə qaldı. Qaldı nədir? Yəni öyrədildi. Çünki bir daha təkrar olaraq deyək, fars şovinizminin məhz elə orta əsrlərdən gələn, o təəssübü də keçən, yəni öz dəyərlərinə təəssüb hissi anlaşılandır, normaldır. Amma başqasına
başqa qövmlərə, başqa xalqlara düşmən hissi üzərindən deməli o yaranan bir təəssüb bu ziyanlıdır. Bunu da bizim o böyüklərimiz, Güneydən olan böyüklərimiz daim deyiblər. Tək Təbrizliyəli deyil, digərləri də bunu deyiblər. İndi, gəlirəm o məsələyə. Baxın, Salmas kiçik bir yerdir. Urmiyanın yanındadır və mərkəzi meydanında Firdovsi'nin heykelinin götürülməsi İran'ı ayağa kaldırdı. Bütün İran. Ve Fars şovinizmi o zaman o kadar qəzəbləndi ki, yəni belə bir hadisəni gözləmirdi. Ama bu eyni zamanda bizim de çok dikkatimizi çeken bir hadise olmalıydı. Bilmirəm, bizim izləyicilərimiz o hadisələri xatırlayır mı? Və həmin adamları həbsə atdılar, çox böyük bir təzyiq göstərdilər. Ama bu bir simvolik bir hadisə idi. Və o hadisədən sonra da milli hərəkət genişlənir. Milli hərəkət deməli özünə yeni yollar axtarır. Və Doktor Pezeşkiyanın o prezident seçilməyi, bunun özü də bir hadisədir. Və onun o Bakıya səfəri məsələsi də xəbər də çıxdı. O da məncə bizim izləyicilərin diqqətini çəkəcək bir məsələdir. Qonşu ölkələrin başçılarının, prezidentlərinin bir-birinə səfər etməsi normal bir haldır. Yəni sıradan bir hadisədir. Tez-tez onlar səfər edirlər, qarşılıqlı bu maraqlara aid olan məsələləri müzakirə edirlər. Bəzən hətta o yerindəcə ilə həll olunur. Bu dövlət səfəridir. Dövlət səfəri demək nədir? Yəni hökumətin əlaqədar nazirliklərinin başında duran şəxslərlə bir yerdə prezident gələcək və burada çox məsələlər müzakirə olunacaq. Bilmirəm, proqram elan olunub yoxsa yox. Xarici İşlər Nazirliyi elə bil ki, dedi, bu sərhəddə o körpü filan məsələləri də var. Şimal-Cənub o koridoru məsələsi çoxdanki bir məsələdir, strateji bir məsələdir. Rusiyanın və İranın çox istədiyi bir məsələdir. Bunlar da müzakirə olunacaq. Bunlar günlük məsələlərdir, rutin işlərdir və nə qədər tez və həll olunsa əlbəttə ki, yaxşıdır. Amma diqqəti cəlb edən bir məsələ var. Baxın, biz dəfələrlə bu mövzunu danışmışıq sizlə. Bəli. Və demişik ki, bu radikalizm siyasətçilər üçün cahillikdir. Ya da maksimalizm deyək ki, radikalizm deməyək, maksimalizm. Bu, deyək ki, gəlib farsça danışanda bizim bəzi adamlarımız deyəcək ki, bu axı Azərbaycanlı idi. Bu niyə farsça danışır? Mesela ondadır ki, dırnaqda deyirəm təbii o Azərbaycanlı sözündə. Çünki adam özünə Türk deyir, bunlar tərcümə eləyib deyirlər ki, yox, bu Azərbaycanlıdır. Amma çox vaxt əlbəttə farsça danışacaq. Əlbəttə arada yenə də o şirin ləhcəsi ilə, o şirin dili ilə Heydər Babadan və yaxud da bizim digər şairlərdən bir gözəl o seçmələr veriləcək. Yadınıza gəlir, mən onu heç vaxt unuda bilmirəm, o çıxışı Heydər Babadan deyir, nə dedi? İgid əmək itirməz. Ben de dedi sizi unutmadım ve salon yadınıza gelir mi? Necə ona hararetle ona cevap verdi. İgid əmək itirməz bu Şəhriyar'a ait olan sözlerdi ama dedi ben de sizi hiç vaxt unutmadım sizleri. Bakın bak bu önemlidir. Adam değil ki unutmadım verdiğim vədləri. Ama beni de anlayın. Yani bu 1925'ten bu yana ve 150 tamam olur. İran devleti Fars devleti karakteri aldı. Yani Qacarlar devleti Qacar devletiydi ve ona Türk devleti tam
demek de doğru değil. Çünkü iki xalqın və digərlərinin də təmsil olunduğu bir dövlət idi. Amma 25-ci ildə əlbəttə türklər də təmsil olunmuşdu. Amma xarakter baxımından, ideologiya baxımından, mahiyyət baxımından Fars dövləti yarandı və bugün də davam edir. Və onun başında da bir türkdür. Sıradan türk değil, Türk kimliği platformunda hakimiyyətə prezident seçilmiş bir şəxsdir. Və ondan sonra baş verənlər, flash moblar, Türkiyə, İranın müxtəlif şəhərlərində baş verən aksiyalar onu göstərir ki, xalqın içərisində hətta bu az imkanları olan prezidentə belə bir arxayınçılıq var. Yəni ona bir istinad var. Bu özü çox ciddi faktordur, mənə elə gəlir. Bəli, bəli. Mən hətta biraz artığını deyim. Bizim soydaşlarımızın özgüvəni artır. Əlbəttə ki. Gözünə işıq gəlir. Və bu böyük miqyaslı etiraz mitingi də elə onun ifadəsi idi. Əlbəttə onun bir ki. əlaməti idi. Yəni Şərqi Azərbaycan əgər valisi ona ana dilində məktub yazırsa, bu artıq bu proseslərin faktiki olaraq siyasi müstəviyə keçməsinin göstəricisidir. Yəni Tehranı narahat eləyən, Tehranın sözün əsl mənasında dəlirdən məsələ bundan ibarətdir, mənə elə gəlir ki, bir ölkə var, bütün fars şovinizmi üzərində qurulub, fars mərkəzli, fars dili mərkəzli siyasət yürüdülür və bütün Türk kimliyinə bağlı hər şey inkar edilir və birdən-birə prezident Türkçə ara sıra cəmiyyətə impuls verir və bu impulsu sadəcə cəmiyyət deyil, artıq rəsmi məqamların sahibləri də qəbul edir və ona qarşılıq verir. Bu çöküş deyil də nədir? Valla biz Azərbaycan Milli Hərəkatı mərkəzli baxsaq və mən Milli Hərəkat mərkəzli bir baxışın tərəfdarıyam. İranın o gələcəyindən bağlı ikinci dərəcəlidir. İndiki durumundan bağlı ikinci dərəcəlidir. Bu yeni bir mərhələdir və bu mərhələnin ümid eləyirəm ki, bax bu cür addım-addım bu inkişafı, irəliləməsi çox bizim üçün, milli hərəkat üçün daha doğrusu çox gözəl bir hadisə olardı. Amma baxın, İranın ümumi durumu çox gərgindir. Son zamanlar bu nüvə silahından bağlı tez-tez yazırlar. Yadınıza gəlirmi? Neçə illərdir biz deyirdik ki, bu rejimi qoruyacaq yeganə güc o nüvə silahına sahib olmaqdır. İran artıq nüvə silahı məsələsində şantaja başlayır. Silaha sahib olub-olmamasını belə mübhəm saxlayır, qaranlıq saxlayır. İkidə bir də deyir, əgər yox, siz bizə, bu günlərdə oldu elə bir bəyanat, bu vilayət-i fəqihin, yəni dini liderin müşavirlərindən birisi dedi ki, bir neçə günə dedi, biz bu silahı hazırlaya bilərik. Əlbəttə ki, bir neçə günə hazırlamaq mümkün deyil. Əslində, baxın, bu, niyə dedim ki, mübhəm saxlayır, qaranlıq saxlayır, elə şantajın əsas elementi də odur. Bu arada onu deyək. Atom Enerjisi Agentliyi, MAGATE bizdə deyirlər də Rusçadan. Atom Enerjisi Agentliyi 2 il əvvəl yazdığı bir raporunda demişdi ki, bu deməli İranın silaha sahib olub-olmamasının olması üçün deməli 2 həftəlik bir zamana ehtiyacı var. 2 həftəyə ehtiyacı var demişdi. 2 il əvvəl demişdi. Və bu çox ciddi təşkilatın ciddi bir bəyanatı idi. Ondan sonra da heç bir nəzarət falan olmadı. Və bu arada mənim düşüncəmə görə İran bu
Bu bir ehtimaldır əlbəttə. Hərçənd ki, bu ehtimalı da Türkiyə televiziyası sizlə də bu barədə danışmışdıq. Bir dəfə dedi, bəyan elədi ki, Muğan düzündə, güneydəki Muğan düzündə deməli sınaq keçirilib, yeraltı sınaq keçirilib və nüvə silahı orada 6 başlıq üçün deməli yetəri kifayət edəcək qədər deməli zənginləşdirilmiş plutonium var. Bu mətbuata çıxdı. İndi də hər gün bu Prezident Trump bu barədə özünə uyğun şəkildə bəyanatlar filanlar verir. Əsas məsələ əlbəttə ki, Trump hökuməti və Avropa üçün əsas məsələ Ukrayna məsələsidir. Ukraynanı qurtarmaq. Amma ikinci sırada məncə İrandır və İran da bunu bilir. Gah deyir ki, biz belə bir təhdid bu ortamında sizlə danışmağa razı deyilik. O biri tərəfdən də danışıqların getdiyi ilə bağlı gizli şəkildə xəbərlər yayılır. Belə bir mürəkkəb vaxtda milli hərəkət də dediyimiz kimi irəliləyir. Bu bizi sevindirir. Amma İranın bizim qonşumuzun gələcəyindən bağlı narahatçılıq da artır. Hocam, yeri gəlmişkən sentyabr ayına qədər İran İslam Respublikası olmayacaq fikri artıq siyasi kulvarlardan çıxır. Təbii ki, qərb dairələrində danışılırdı bu məsələ. Yavaş-yavaş daha geniş platformalarda yayılmağa başlayır. Sanki bu fikri təbliğ eləyirlər. Yəni, İranın çöküşünün məhz 25-ci ildə baş verəcəyi ilə bağlı bundan öncəki Prezident Biden dönəmində də fikirlər səsləndirilmişdi. Eyni zamanda Trump'ın birinci hakimiyyəti dönəmində də fikirlər səsləndirilmişdi. Sizcə bu yaxın tarixin məsələsidirmi? Siz, yəni tarixi proseslərin çox ciddi şəkildə izləyən, peşəniz gərəyi izləyən bir şəxs olaraq necə düşünürsünüz? İndi artıq o çöküşün başlanması baş verib. Bunu biz hər zaman danışırıq. Bu veriliş də əslində elə həm də həmin mövzuya həsr olmuş bir proqramdır. Amma bu ciddi bir transformasiya ilidirmi 25-ci il sizcə İran üçün? Aygün xanım, vaxt vermək çox çətindir. Amma İranın o dramatik durumu hər kəsə bəllidir. İqtisadi durumu hər kəsə bəllidir. Oradakı o bahalıq, o İran realının dəyərdən düşməsi, İranın ümumiyyətlə iqtisadi durumunun bərbad vəziyyətdə olması bilinən bir şeydir. İran indi bütün gücünü bax bu atom silahına verir və deyək ki, quru qoşunları çox sayılıdır. Hərbi hava gücü çox zəifdir. Hətta onun o raket, o istehsalıyla bağlı bu müttəfiqləri yardım elədilər və özləri də çox yekə-yekə, böyük-böyük o bəyanatlar verirlər. Özəlliklə bu inqilab keşikçiləri, Sepah. Amma hədəfdə olmaları hamı üçün bəllidir. İndi bunu necə həll eləyəcəklər? İranda yəni dövlət ağı deyilən bir ifadə var ya, dövlət ağı o İranı hədəfdən çıxardacaqmı? Yəni, deyək ki, bu təcrübədən də var, bilinən bir şeydir. Amma baxın, təcrübə dediyim, o da bir başqa bir acı təcrübə idi. Yəni, İraqın bu Saddam Hüseyin zamanında çox yanlış bir hərəkət etməsi, əvvəl hə deməsi, neynəməsi, sonra da çox yanlış bir yola getməsi, bu bir təcrübədir.
İran buna gedəcəkmi, getməyəcəkmi, bu xarici faktorlardan da asılıdır, daxili faktorlardan da asılıdır. Daxildə də həqiqətən də qaynayır. İran ziddiyyətlər ölkəsidir. O qədər böyük ziddiyyətlər var ki, tək etnik dövlət deyil, etniklər arasında ziddiyyətlər də var. Dediyimiz o məsələ, baxmayaraq ki, o Kürd o iddiaların arxasında Tehran var idi, amma Kürd hərəkatı da ayaqdadır və o iddiaları da biz indi dilə gətirdik. Dedik ki, elə bir şey də var. Hocam, yeri gəlmişkən seçkidə digər etnik qruplar da faktiki olaraq Pezeşkana dəstək verdilər. Sizcə İranda proseslər kritik həddə çatsa və Pezeşkan fərqli formatda, yəni indiki Tehranın siyasi xəttindən uzaqlaşaraq müstəqil bir siyasi xətt yürüdən lider kimi ortaya çıxsa, sizin fikrinizcə digər xalqların ona münasibəti necə olacaq? Bax, burada o dini liderin yaşı kritik bir məsələdir. 86 yaşı var. Elə neçə illərdir deyirlər ki, xəstədir filandır. Əlbəttə biz onun ömrünü biz müəyyən eləmirik. Amma 86 yaş da artıq insan həyatının sonuna yaxınlaşdırır. Ciddi bir rəqəmdir. Və onun o varlığı məsələsi. Sonra o Trump'ın İran strategiyasının nə qədər ciddi olduğu. Birinci dönəmdə çox çığırdı, bağırdı, elədi özünə uyğun şəkildə, amma elə heç bir şey eləmədi İranla bağlı. Bir dənə o 6'lıq var idi, yadınıza gəlirsə. Oradan çıxdı və salam. Necə olacaq? Demək ki, çox çətindir. Xüsusən də vaxt vermək çox çətindir. Amma məncə bu hadisə yetişib. Yetişib və tək İranın daxili üçün deyil, dünya siyasəti üçün də yetişib. Burada həqiqətən də o atom silahlı məsələsi ortaya çıxır. Əgər həqiqətən ortaya qoysalar və desələr ki, bizim elə bir silahımız var, o zaman məsələ mürəkkəbləşir və şantaj artıq ciddi bir məsələyə çevrilmiş olur. Allah qorusun elə bir məsələdən. İllərlə biz dedik ki, hələ heç bu gündəmdə olmayan bir vaxt ki, bu birinci növbədə qonşu ölkələr üçün bir təhdid yaradır. Baxıb görəcək. Amma Azərbaycan buna hazırdır mı? Yəni Azərbaycan Respublikası buna hazırdır mı? Bugün mən bir sosial medyadan bir xəbər eşitdim. Vallahi bilmirəm doğrudur mu, yalandır mı? Somalidən gələcək tələbələrə deməli, təhsil haqqı ləğv olunur və onlara təqaüd verilir. Bəli. Somaliya. İllərlə Güney Azərbaycandan olan tələbələrə deməli, o təhsil haqqının ləğv edilməsi və onlara pulsuz təhsil imkanı verilməsindən bağlı insanlar dilə gətiriblər, tələb ediblər. Bunun məntiqindən bağlı çox danışılıb. Rəhmətli Cavad heyətinə Bəxtiyar Vahabzadə də bununla bağlı müraciət eləmişdilər. Allah rəhmət eləsin. Mən də onu dəqiqliyinlə, o təfərrüatınla bilirəm. Amma bu yandan da Somalidən olan o qara tələbələrə deməli burs veriləcək. Və onlar burada pulsuz oxuyacaq. Vallahi çox qəribə bir bu siyasətə dəstək verənlər sizi irqçilikdə itham eləyəcəklər, amma milli düşüncədən baxanda nə qədər əslində haqlı bir məsələni dilə gətirirsiniz. Mən dəfələrlə şahid olmuşam. Siz yəqin ki, bu faktların sizdə sayı hesabı yoxdur. Bizim neçə güneyli tələbəmiz, dostumuz, qardaşımız, yəni Azərbaycanı son ümid kimi deyib bura gələnlər buradan çıxarılıblar, onlara oturum izni verilməyib, onlara saatlar, günlər qoyulub ölkəni tərk etmək üçün. Həqiqətən çox çətin bir vəziyyətdə buradan gediblər. Biz bunların hamısını bilirik. Zamanla bunları kimlərinsə, Ramiz Mehdiyevin ayağına yazaq, indi kimin ayağına yazaq bunlar? Gerçəkdən yəni Güney məsələsində bəlli bir mövqeyi yoxdur. Yəni Rusiyadan mı qaynaqlanır? Rusiyaya bağlı
klanın mı gücü ilə baş verir bu məsələlər, yoxsa fərqli yerlərdən tətiklənir bu proses? Bu kifayət qədər ciddi bir məsələdir, amma Güney ilə bağlı həqiqətən bizim vahid bir mövqeyimiz təəssüf ki yoxdur. Proqram olmalı. Bir proqram olmalıdır və dövlət proqramı səviyyəsində bu işlə ciddi məşğul olunmalıdır. Bir xırdapara işlər eləyirlər. Bu insanlar da əlbəttə ki biraz bir analiz qabiliyyəti olanlar deyir ki, bundan bir şey çıxmaz. Bizim yadınıza gəlirsə Güneyli araşdırmacıların Azərbaycan televiziyalarına çıxmağa bir zamanlar qadağan idi. Heç kəs qoymurdu. Hətta hörmətli şəxslərdən birini ASTV-yə çağırmışlar. Profesör gətirib otuzdurmuşlar onu canlı yayımda, yaxasına mikrofon taxmışlar. Yayıma başlamazdan 5 dəqiqə qabaq mikrofonu çıxardı. Bax, keçən ildən söhbət gedir. 24-cü ildən. Yaxasına mikrofon çıxardı, demişlər ki, başlayın biz sefrə çıxardı. Halbuki o Azərbaycanda kifayət qədər Güney məsələsinin təbliğində tanınan adamdır. Hökumətin dəfələrlə tədbirlərində iştirak edib, Qarabağa dəvət olunub, medallar alıb. Yəni təsəvvür edirsiniz vəziyyət hansı səviyyədədir? İndi nisbətən dəyişib, amma bu yetmir. Yəni bizim o dostların o televiziyalara çıxarılması çox gözəldir, amma yetmir. Çox xırda bir işdir. Hadisələr o qədər sürətlə inkişaf edir ki, indi onu danışırıq. Hədəfə çevrilir. Ya o tərəfli, ya bu tərəfli olacaq. Və hər ikisinə də Azərbaycan hazır olmalıdır. Bu, əlbəttə ki, bu bizim izləyicilər soruşa bilərlər, bu məsələlər danışılacaqmı dövlət səfəri çərçivəsində? Orada protokolun tələb elədiyi o qaydalara əməl olunacaq şübhəsiz ki. İran heyəti farsça danışacaq, Azərbaycan heyəti öz dilində danışacaq və tərcüməçi ilə filan. Amma o ikili görüş çox önəmli. Bilmirəm indi nə qədər o ikili görüşə imkan olacaq, çünki adam əlbəttə ki fikirləşir ki, yüzdən göz baxır. Doğru informasiya, milli maraqlara xidmət edən informasiya siyasəti olsa, ortaya çox maraqlı, ilginc görüntülər çıxacaq hocam. Görək. O ikili görüş çox önəmlidir. Bu yeganə adamdır ki, bəzi adamlar bundan qıcıqlandılar, amma deyəcəm. Türk dövlətinin yeganə prezident, yox, doğru demədim, cümlədə elə qoymayım. Mən Türkəm deyə bilən bir dövlətin yeganə bir başçısıdır. Bu fikri bir dəfə bizdə işlətmişsiniz, həqiqətən. Ondan başqa heç bir prezident işlətməyib bu ifadəni. Bəlkə də özünü sayan var. Özü də sayan var təbii ki, amma bu mən Türkəm deyib qurumlananını görmədik. Aygün xanım, bizim izləyicilər bilirlər, yəni bu İran Fars düşmənçiliyindən məşhur olan bir dövlətdir və müqayisə edib gəlir. Və bizim oradakı soydaşlarımızın statusu Türk dünyasındaki say baxımından böyük, kiçik demirəm. Hamısının statusundan aşağıdır. Heç olmasa biz deyirik ki, bizim Uyğur qardaşlarımızın gələcəyi təhlükədədir filan da, milyard əhalinin qarşısında neynəsinlər. Amma formal olaraq heç olmasa onların bir muxtariyyət hüququ var. Burada varlığını belə qəbul eləməyən bir faşist rejim var. Türklüyə qarşı yönəlmiş bir faşist rejim var və onun başında duran şəxs bu möcüzə deyil də nədir? Durur, deyir ki, mən Türkəm və Türk olmalına Allahın mənə verdiyi bir dəyər də ondan da fəxr edir. Nə gözəl. Yəni möcüzə olur, doğrudan möcüzə olur. Kimsə bunu çox sıradan bir iş saya bilər. Ama ben düşünürüm ki bu Türk düşmanı bir ülkede o Türkofobiyanın büyük zərbə almasını göz qabağındadır. Əvvəlki hal yoxdur artıq. Yəni
Bunlar söğüş söysünlər. Bunlar deyək ki, stadionda ağızlarına gələni danışsınlar və bizimkilər də sussunlar. Yox elə bir şey. Və bu gələcəyimizlə bağlı ümidlər yaradır. Amma ümidlər də yetərli deyil. Ona da hazır olmaq lazımdır. Çünki bir verilişdə dediyim kimi bu həm təhlükə yaradır, həm də fürsətlər də olur. Buna hazır olmaq gerek. Hocam, bugün Azərbaycan İran üçün artıq 5 il, 10 il öncəki ölkə deyil. Yəni birinci İran özü bunun fərqindədir ki, bizim artıq rəsmi sərhədlərimizin bərpa olunması, eyni zamanda Azərbaycanın geopolitik imkanlarının genişlənməsi, suveren hüquqlarını bütün ərazisində bərpa etməsi artıq bir fərqli mərhələ yaradıb Azərbaycan dövlətinin tarixində və İranda bunun necə əks-səda doğurduğunu biz sizlə burada dəfələrlə danışmışıq. İndi regionda ən çox gərilən məqamlardan biri İran, təbii ki, İsrail münasibətləridir. Hər nə qədər belə də bir-birinə necə deyək, öncədən razılaşdırılmış savaş elan eləsələr də, ötən biz bunun şahidi olduq. Bütün hallarda İsrail bir Amerika projesidir və hansı qərarların veriləcəyi, hansı addımların atılacağı, özellikle İran'a qarşı bunu dəyərləndirmək çətindir. Azərbaycanın isə İsraillə çox yaxşı münasibətləri var. Sizcə Fars rejimi, indiki Tehran iktidarı İsraillə münasibətlərdə bir Azərbaycanın ağzını aramaq ya da Azərbaycan vasitəsilə bir İsrailin ağzını aramaq ya da hansısa məsələdə uzlaşmaq, anlaşmaq, razılaşmaq fikri daşıya bilərmi? Yəni çünki bu məsələ kifayət qədər gərgindir. İranın indi özünü qoruma instinkti işə düşüb. Necə deyərlər, boğulanda saman çöpündən yapışır. Mən onu sizin fikrinizi eşitmək istəyirəm buna bağlı ki, İran bütün hallarda İsraillə bir diyalog axtarışındadırmı? Ömrünü uzatmaq üçün, bəlli bir sürəni atlatmaq üçün, ən azı Rusiyanın tutalma özünə gəlməsini gözləmək üçün o zamana qədər Azərbaycan üzərindən İsraillə bir diyaloqa ihtiyacı varmı ya da buna cəhd edilmi? Yəni Azərbaycan vasitəçi ola bilərmi deyirsiniz? Bəli. Vasitəçi, təbii ki, Azərbaycan o vasitəçi olmaq istəməz deyə düşünürəm. Sadəcə İran bunu istəyərmi? İranın belə bir arzusu, niyyəti, Azərbaycandan gözləntisi varmı? Baxın, bu İran hakimiyyətinin o gələcəklə bağlı strategiyası bu bəlli deyil ki, deyək, bax bu nüvə silahıyla bağlı, qərbə münasibətlə bağlı. Aydın olmadığı üçün bu suala cavab vermək də çətindir. İsrail, İran ziddiyyətləri əsaslı sistemik bir ziddiyyətlər. Sistemli demədim, sistemik yəni bu kökü olan bir sistemlər arasında. 1979'dan bu yana İran tərəfi deyir, mərkbər İsrail deyir və İsraili ölüm deyir. Deyir ki, mən bu İsraili bir dövlət olaraq qəbul etmirəm və onu yer üzündən siləcəm. İsrail də tərsinə deyir. Deyir ki, bu bölgədə bütün o ixtişaşların müəllifi İran'dır. O deyək ki, qonşu ölkələrdəki o İsrail əleyhdarı olan qüvvələrin hamısının arxasında duran İran'dır və doğru deyir. İran özünün o müdafiə sistemini İran sərhədlərindən kənarda təşkil elədi. İndi o çökür. Tamamilə çökür. Bir Husilər qalıb, Husilər də məhv eləmək, o sıradan çıxartmaq asan bir məsələdir. Amma məncə Netanyahu kimi bir liderin, mənfi müsbət mənasında demədim, çox radikal düşünən bir adamdır və bu radikallıq da baxın İsrail cəmiyyətinin də xoşuna gəlir. Yəni Həmasa münasibətidir, sonra da bu Suriyada irəliləməsi məsələsi o cəmiyyət tərəfindən qəbul olunur. Və belə bir durumda bundan istifadə etməmək İsrail dövlət ağalığı üçün məncə
bu mümkün olan bir şey değil. Çünkü Prezident Trump, İsrail'in hele bundan önce de bilinen bir meseleydi. Bu Tel Aviv'den temeli Kudüs'e değiştirilmesi meselesi, payitahtın yerinin değiştirilmesi meselesi, sonra orada sefirliğin açılması ve diğer meselelerde Trump'tan daha artık pro-İsrail, İsrail taraftarı bir Amerika prezidentini təsəvvür etmək çətindir. En azından son dönemler için. Ve bundan da istifade etmeye çalışacak. Defalarla İran'a temeli o İran'ı vurmakla bağlı hem Biden hükümetine hem de Trump'a müracaat edip ama bu nüve belə deyək ki, istehsalı ya da zenginleşme merkezlerinin vurulmasına bağlı Amerika icazə vermiyor. Çünkü bu çok tehlikelidir. Yani bölge için çok tehlikelidir. İndi Amerika bütün silahlarını ya da strateji ehemmiyeti olan silahlarını İran tarafa yığır ve bunun bir mənası var yani. Xırda mesele değil. Yarın sabah diye ki bak bu Haliç Fars dedikleri ya da bizim İran Körfezi dediğimiz bir bölgeye bu kadar silahın yerleştirilmesi çok ciddi bir signaldı. İran da bunu bilir. İran da deyir ki eğer beni vursan biz de boş dayanmayacağız. Bu ənənəvi beyanatlardan biridir. Bakın çok suallar olur. Yani araştırmacılar da deyirlər ki İsrail ya Amerika birbaşa İran'a hücum eder mi? Quru sərhədlərinə hücum etməyin bir anlamı da yoktur. Bu 50 il əvvəlki savaş da yaşayırıq əlbəttə ki. Bəli. O hatta Bin Laden meselesinde yadınıza gelirse o hiç Afganistan sərhəddini keçmeden o okyandan vururdu. Ve İran'da bu cür strateji ehemmiyeti olan o cümleden nüve silahı istihsal edən o merkezin vurulması da bence mümkündür. Ve bakın bu Sepah'ın bağışlayın bu halk dilinde diyeceğim. Yeke beyanat veren o generallarına bakmayın. İran askeri, hərbi güc bakımından müqayisə gəlməyəcək dərəcədə zəifdir. Ama müəyyən müqavimət göstərə bilər. En büyük meseleleri de bu nüve silahı meselesidir. İndi yaxın həftələrdə bence bu gedişatla buna da bir aydınlık getirilecek. En azından bunların o nüve başlıkları var yoksa yok. Ya da bunu başka bir şekilde de eleyebilirler. Bunu ben bir defa da demiştim. Elbette bu bir ihtimaldı. Belki o müttefik ülkelerin birinden getirip yerleştirebilirler. Bu da mümkün. Yani Rusya onsuz da dünyanı şantaj eləyir. İndi ikinci şantajçı da çıksa elbette onların bu üçbucağın gücü daha da artmış olur. Yani Pekin burada Pekin en temkinli bir tarafdır elbette. Tehran ve Moskva ya da Moskva, Tehran, Pekin o üçbucağın. Yaşayıp görecek. Yaşayıp yani görecek çok hakikaten. Dramatik bir dönemde yaşayır. Her şey bizim arzu ettiğimiz şekilde olmayabilir ama bizim irademiz dışında olan, haricinde olan prosesler gelir ve bunu yaşayıp görecek. İnşallah. İnşallah. Hocam size çok teşekkür ederim kıymetli söhbət için. Arzu edirəm ki bundan sonraki prosesler de İranda Türk mərkəzli olsun. Zaten bunun konturlarını görməkdəyik. Pezeşkiyanın hakimiyyətə gəlməyindən sonra Güney Azərbaycanda baş verən proseslər, etirazlar, faktiki olaraq etnik təmizləməyə qarşı bir dirəniş, öncəki kimi siyasi proseslərdən kənar dayanmaq deyil, orada daha aktiv rol almaq artıq bizim milli fikir daşıyıcısı Güneyli soydaşlarımız üçün çox
vacib bir məsələyə çevrilib, olmazsa olmaza çevrilib. Bu çox yaxşıdır. İnşallah ki, bu proses Güney Azərbaycanın gələcəyi ilə bağlı doğru, düzgün, yəni milli mövqedən qərarlar verməsinə gətirib çıxardacaq. Sizə təşəkkür edirəm. Yayımıza gəldiyiniz üçün, bu qiymətli söhbət üçün, əziz seyircilərimizin adından da təşəkkür edirəm. Burada sizə xeyli təşəkkür yazdılar. Sağ olun, var olun. Çox sağ olun hocam. İnşallah yenə görüşəcəyik sizinlə canlı yayımlarda. Sağ olun. Sağ olun. Əziz dostlar, əziz seyircilər, sizə də təşəkkür edirəm. Hörmətli professorumuzun söhbətini izləyən, dinləyən bütün dostlar, sizdən xahişimiz odur ki, proqramı tərk edəndə belə bir dəfə bəyənəsiniz. Çünki bu proqram haqqında digər 11 seyirciyə bildiri getməsinə səbəb olur. Bu dəstəyinizi bizdən əsirgəməyin. İnşallah yenə görüşərik. Günəyə də, qüzəyə də bir daha salam olsun.